Salam əziz şagirdlər, bugün spirtlər, sadə efirlər, fenollar bölməsindən ilk 25 sualı baxacağıq. Birinci sualda bizə deyir ki, etil spirti üçün hansı ifadələr doğrudur? Etil spirti CH3, CH2OH. Siniflər arası izomeri yoxdur. Siniflər arası izomeri yoxdur ifadəsi yanlışdır. Etil spirti sadə efirlərlə siniflər arası izomerdir və izomer olması üçün həm də karbonlar sayı bərabər olmalıdır və biz bu sadə efirimizi bu formada yaza bilirik. Yəni etil spirtinin siniflər arası izomeri dimetil efiridir. Birinci ifadə yanlışdır. 1 mol tam yandıqda 3 mol su alınır. Etil spirtin formulu C2H5OH. Yanma tənliyini yazsaq alınacaq karbon qazı və su. Hidrogenlərimiz nə qədərdir? 5, 1, 6 dənədir. Bərabər olsun deyə bura 3 yazırıq və 3 mol su alınır ifadəsi doğrudur. Qaynama temperaturu etanın qaynama temperaturundan yüksəkdir. Bəli, alkanların qaynama temperaturu eyni sayda karbonu olan spirtlərdən daha aşağıdır. Ona görə etil spirtinin qaynama temperaturu etandan daha yüksək olacaq. 2 və 3 doğrudur. Bir də D variantı. 2. Hansı reaksiyalardan birli spirt alınmır? Reaksiya tənliklərini yazaq. Birinci reaksiyadan alınacaq nə? 2 qat rabitə yanında hidrogeni çox olana, OH isə hidrogeni az olana gedir. CH2, CH3. Birli spirt odur ki, hidroksil qrupu, yəni OH qrupunun birləşdiyi karbon bir dənə karbonla əlaqələnsin. Amma burada görürük ki, karbon 3 karbona əlaqəli, yəni buradan alınmır. Birincini götürürük. İkincidən nə alınacaq? Demək, aldehidlər reduksiya olunan zaman, yəni ümumiyyətlə aldehidlərin reduksiya məhsulu birli spirtlərdir. Ona görə ikincidən də alınacaq. Bizdən alınmayanları istəyir, ona görə 2-ni götürmürük. Üçüncüdə, yəni burada natrium hidroksidi suda məhlulunda natrium gəlib bromu götürəcək. OH da o bromun qopduğu hissəyə birləşir. CH2OH. Burada OH-ın birləşdiyi karbon bir karbonla əlaqəli. Yəni buradan da birli spirt alınır. Bunu da götürmürük. Dördüncüdə, yenə 2 qat rabitə yanında hidrogeni çox olana, OH hidrogeni az olana birləşir. Və burada da OH-ın birləşdiyi karbon 1-2 karbona əlaqəli. Yəni burada ikili spirt alınır, birli yox. Demək, cavablarımız oldu 1, 4, 2 də olacaq C variantı. 3-də, eten, etanol sxemi üçün nə doğrudur? Etendən, yəni C2H4-dən C2H5OH-a keçid. Qeyri-polymer kovalent rabitələrin sayı dəyişmir. Biz etileni bu formada yazırıq. Hidrogenləri də tamamladıq. CH3, CH2OH. Qeyri-polymer kovalent rabitə karbonlar arası rabitələrin sayıdır. Burada 2 dənədir, burada da 1 dənədir. Dəyişmir, səhvdir. Dəyişdi. 2-dən 1-ə keçdi. Karbon hibridləşmə vəziyyəti sp2-dən sp3-ə keçir. Bəli, etilende bütün karbonlar sp2-dir. Etanolda isə hər bir karbon sp3 hibrid halındadır. 2 doğrudur. Hidratlaşma prosesini əks etdirir. Bəli, etilenin üzərinə bir su gəlsək, burada 2 qat rabitə yanında hidrogen gedəcək bir karbona birləşir, olur CH3, OH da CH2 qrupuna birləşir. 3 də doğrudur. Karbon atomlarının sayı azalır. Karbon atomlarının sayı əvvəldə 2 idi, sonra da 2-dir, dəyişmədi. 2, 3, A variantı. 4-də, fenol üçün hansı ifadələr doğrudur? Fenolun formulu C6H5OH. Demək, adi şəraitdə bərk haldadır. Bəli, doğrudur. Qələmlərlə reaksiya daxil olmur. Xeyr, daxil ola bilir. Bromla əvəz etmə reaksiyasına daxil olur. Bəli, 2, 4, 6 vəziyyətində bromların əvəz olunması baş verir və 2, 4, 6 tribrom fenol əmələ gəlir. 1, 3 doğrudur. 4-də Y variantı. 5-də. Qlikozanın qıcqırma prosesi, burada əmələ gələn X maddəmiz olur. Etil spirt, C2H5OH. X maddəsi üçün hansı ifadələr doğrudur? Molekulunda 8 sigma rabitə var. Demək, açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksik. Yəni 7, 8, 9. 9-dan bir vahid əksik, 8 dənə sigma rabitə olacaq. Su ilə qarışığı, yəni bir doğrudur. Su ilə qarışığı ayrıcı vasitəsilə ayrılır. Xeyr, spirtlərin su ilə qarışığının distilli üsulu ilə ayrılır. 1 molun tam yanmasında 3 mol su alınır.
C2H6O şəklində, yəni hidrogenləri bir yerə yığsaq, su, hidrogenlərin sayını bərabərləşdirmək üçün bura 3 atırıq, yəni 3 mol su alınır. 1, 3, 5-də A variantı. 6-da hansı reaksiyaların axıra qədər getməsi mümkündür? Birinci, alınır CH3O natrium və hidrogen. Yəni bu reaksiya axıra qədər gedər. İkinci, bu spirtlərin natrium hidroksidinə reaksiyası dönəm prosesdir. Ona görə bu axıra qədər getməz. 2-ni götürəcəyik. Üçüncü reaksiya, bu da axıra qədər gedər. Dördüncü reaksiya isə ümumiyyətlə getməz. Yəni bir atomlu spirtlər mis-2 hidroksid məhlulu reaksiya daxil olunur. Yəni axıra qədər getməsi mümkün olanlar 1 və 3-dür. 2 dönəm prosesdir, 4 isə ümumiyyətlə getmir. 1, 3 A variantı. 7. Hansı reaksiya üzrə spirt alınmır? Birinci reaksiyadan alınacaq metil spirti. İkinci reaksiyadan alınacaq C2H5OH, yəni etil spirti. Üçüncü reaksiyadan alınır, demək, asetilinin hidratlaşmasından sirkə aldehid əmələ gəlir. Yəni C-dən spirt alınmır. 8. Doymuş bir atomlu spirt nisbi molekul kütləsi 74, molekulunda sigma rabitələrin ümumi sayı. Spirtlərin ümumi formulunu biz CnH2 plus 2O şəklində yazaq. Onda 14N plus 18 bərabərdir 74, 14N bərabərdir 56, N də bərabərdir 4. Demək, formulumuz C4H10O. Ümumi sigma rabitə sayını tapanda da ümumi atom toplayırıq, bir vahid əksi. Yəni 14. 8-də olacaq Y variantı. Sonra 9. Həm etan, həm də etanolla reaksiya daxil olan maddələr. Etan C2H6, etanol C2H5OH. Demək, H-xlorla etanol daxil ola bilər, amma etan yox. Nitrat turşusu ilə hər ikisi daxil olacaq. Natriumla isə yalnız etanol daxil olar. Ona görə yalnız 2 olacaq, 9-da B variantı. 10-cu sual. Doymuş bir atomlu spirt. Yəni CnH2n plus 2O. Molekulun hidrogenin kütləsi M-dir. Bizim hidrogenimiz, yəni hidrogenin kütləsi 1-dir. Karbonun kütləsi 12-dir. Hidrogenin kütləsi 1-i vururuq sayına. 2n plus 2 bərabərdir M. Karbonun kütləsi 12m bərabərdir 4,5 M. Mən M-in bu qiymətini gətirib yerinə yazıram. 12m bərabərdir 4,5 vurulsun 2n üstə gəl 2. 12m bərabərdir 9n üstə gəl 9. 3m bərabərdir 9, m bərabərdir 3. Demək, formumuz olacaq C3. Burada yerinə qoysaq H8O. Molekulda olan atomların ümumi sayını istəyir. Edəcək 12. Onda C variantı. 11. Hansı reaksiyalarda X maddəsi etanoldur? Demək, etanol, yəni C2H5OH. Birinci reaksiyada temperatur 140-dan kiçik olanda demək, buradan alınacaq. Əgər etanol olsa, bu reaksiyadan alınır C2H5O, C2H5. Yəni, ona görə bu götürə bilmərik. Birinci deyil. İkinci, burada ikinci reaksiyada natrium xloru götürəcək və o xlorun qopduğu yerə OH birləşir və C2H5OH alınır. 2 doğrudur. Üçüncü, monohalogenli törəmələrə kalium hidroksidi spirtdə məhlul təsir göstərsək, oradan alken alınacaq. 3 də aid deyil. Aldehidlərin reduksiyasından alınır doymuş bir atomlu spirtlər və burada da 2 karbon atomu olduğu üçün aldehidin alınan spirtimizdə də 2 karbon atomu olacaq. Yəni C2H5OH alınır. 2, 4, 11'də olacaq C variantı. Sonra 12. Fenol və etilin qlikolla reaksiya daxil olan maddələri müəyyən edin. Hər ikisi ilə reaksiya daxil olacaq. Demək, natrium karbonat xeyir. Nitrat turşusu hər ikisi də daxil ola bilər. Natrium hidroksidlə də həmçinin hər ikisi daxil olur. Dəmir 3 xloridlə də xeyr. Hər ikisi daxil ola bilmir. Cavab olur 2, 3, B variantı. 13. Doymuş bir atomlu spirt. CnH2 plus 2O. Molekulda sigma rabitələrin ümumi sayı. 3N, yəni molekulda ümumi sigma rabitə sayı açıq quruluşlu birləşmələrdə ümumi atomdan bir vahid əksik.
Ümumi atom 3n plus 3, bir vahid əksi 3n plus 2 bərabərdir 14-də, n bərabərdir 4. Demək, formulumuz oldu C4 H10O. 1 molun tam yanmasına sərf olunan oksigenin həcmi. Karbon qazı və su. Karbon qazı 4, bura 5. 8 də 5, 13 dənə oksigenimiz buradadır. Biri burada qaldı, 12, burada 6 yazdıq, düzəlir. İndi oksigenin həcmini istəyirsə, biz altını vururuq 22,4-ə. Bu da edəcək 134,4. Y variantı. 14-cü sualda hansı reaksiya sxemləri üzrə 2 atomlu spirt alınır? Demək, birinci reaksiyadan alınacaq 1 atomlu spirt, yəni C2H5OH. Bizə 2 atom lazımdır, yəni 2 dənə OH qrupu olsun. İkinci reaksiyada demək, alkenlərin kalium-permanganat iştirakında oksidləşməsində orada gələcək hər bir karbona, 2 qat rabitədəki hər bir karbona OH qrupu birləşir. Yəni 2 atomlu spirt alınır 2-də. Üçüncü reaksiyada alınan spirt 1 atomlu olur. Dördüncü reaksiyadan da etilin glikol əmələ gələcək. Yəni 2 atomlu spirtdir. 2, 4, A variantı. 15. Alkin doymuş bir atomlu spirt. Molekulunda karbonların sayı bərabərdir. AA, yəni bərabərdir. Alkin formulu CnH2 çıxılsın 2. Doymuş bir atomlu spirtlər də CnH2 üstəgəl 2O. Demək, alkinin 1 molunu tam yanmasına sərf olunan oksigenin mol sayı 4-dür. Alkinlərin yanmasına 3n-1 bölünsün 2 sayda oksigen atomu sərf olunur və o bizə deyir ki, 4-ə bərabərdir. Onda 3n bərabərdir 9-a, n bərabərdir 3. Demək, formulumuz oldu alkin üçün C3H4. İndi doymuş bir atomlu spirtlə də alkindəki karbonların sayı bərabərdir. Eni 3 tapdıq. Spirt üçün də eyni qayda üzrə yazırıq. C3H8O. Bunun yanma reaksiyasını, yəni doymuş bir atomlu spirtlərin yanmasına 3n bölünsün 2 mol sayda oksigen sərf olunur və enin qiyməti bizdə 3-dür. 3 dəfə 3, 9, 9 2-yə böləndə 4,5 edəcək. 15-də olur C variantı. 16. Hansı maddələr metanolla reaksiya daxil olur? Metanol CH3OH. CO ilə reaksiya daxil olur. Buradan CH3COH alınır. Yəni sirkə turşusu alınır. Birinci reaksiya gedir. İkinci reaksiya bir atomlu spirtlər misik hidroksidlə reaksiya daxil olunur. Üçüncüdə də yenə CH3OH, yəni metil spirtin nitrat turşusu ilə reaksiyaya daxil ola bilir. 3-də gedir. Cavabımız oldu 1, 3, D variantı. 17. Alkan və doymuş bir atomlu spirt. Alkanların formulu CnH2 üstəgəl 2, doymuş bir atomlu spirtlər CnH2 plus 2O. Molekulunda karbonların sayı bərabərdir, yəni N. Nisbi molekul kütlələri. Alkanlarda nisbi molekul kütləsi 14-dən üstəgəl 2, spirtlərdə 14-dən üstəgəl 18 və bizə deyir ki, X və Y-in cəmi, yəni nisbi molekul kütlələrinin cəmi 132-yə bərabərdir. Bunları biz toplasaq eləyir 28 n üstəgəl 20 bərabərdir 132, 28 n bərabərdir 112, n də bərabərdir 4-ə. Spirtin sinif daxili izomerlərin sayını müəyyən edin. Spirtimizin formulu olacaq C4H9OH. İndi bunun sinif daxili izomerlərin sayını tapmalıyıq. Biz bunu bu formada yazaq. 4 dənə karbonu ardıcıl düzək. OH-ın birini buraya yazdıq. Alınır butanol 1. Bu bir izomer. Sonra ikinci izomeri necə yazaq? Yenə 4 dənə karbonu yazdıq. Bir dəfə OH-ı buraya yazdıq. Alınır butanol 2. Üçüncü necə yazaq? Artıq biz yenə gətirib OH-ı bura yerləşdirsək, tutaq ki, belə yazım. Buraya yazsaq, yenə 1, 2, butanol 2 olacaq da. Yəni, burada butanol 2 aldı, butanol 1, butanol 2. Yəni, bunlar gəlib eyni maddə olmuş olacaq. Onda biz karbon zəncirinin quruluşunu dəyişək. Karbonların birini qırıb salaq bura. Bura OH yazsaq. 1, 2, 3. 2 metil propanol 1. 1. Sonra başqa necə ala bilərik? Tutaq ki, yenə elə bu zəncir üzərində OH bu dəfə də bura birləşdirsək. 1, 2, 3. 2 metil
Propanol 2 alındı. Başqa da yenə gətir bura birləşsək, bu maddə ilə eyni olur. Ona görə elə maksimum 4 dənə yaza bilirik. 17 də olacaq B variantı. 18. Glikozadan 90 qram glikozadan neçə qram etanol almaq olar? Glikoza C6H12O6. Etil spirtinə qıcqıranda, burada etil spirti ilə yanaşı karbon qazı da əmələ gəlir. Demək, 90 qram glikozadan, burada 2 yazaq, 50% çıxımla. Əgər bizim yəni 90 qram glikozamız var və bunun 50% çıxıma gedib, yəni 50% sərf olunubdur. Yəni 45 qramı 90-ın 50% 45 qram. 45 qramı glikozan sərf olunanda neçə qram etanol alınır bilmirəm. Glikozanın emeri 180, etanolda 46, əmsalda vururam 2. Buradan tapırıq x bərabərdir 23. 18-də olacaq C variantı. 19. Propin və etanol üçün ortaq xüsusiyyəti tapmalıyıq. Propin C3H4, alkindi, etanol C2H5OH, bir atomlu spirtdir. Molekulunda ümumilikdə 8 rabitə var. Propinin quruluşunu açıq şəkildə çəkək. Burada 3 qat rabitə var bir dənə, bir də CH3. İndi etil spiritini də yazaq. Hidrogenləri açıq şəkildə birləşdirirəm. CH2OH. Ümumi rabitə say. Demək, ümumi rabitə burada 1, 3 dənə burada, 4, 5, 6, 7, 8 dənədir. Burada 1, 2, 3, 4, 5, 6, 7 və oksigen hidrogen arasında bir dənə var, oldu 8. Bu ortaq xüsusiyyətdə hər ikisində 8 rabitə var. 4 polyar kovalent rabitə var. Polyar kovalent rabitə alkinlər, hidrogenlərin sayı qədər olacaq 4 dənə. Spirtlərdə də hidrogenlərin sayı, yəni 6 dənə hidrogen. Bir də karbonla oksigen arasında da burada bir dənə rabitəmiz var. Olur 7 dənə. Polyar kovalent rabitənin sayı. Hər ikisində 4 dənə olmuş olmadı. Bu ortaq xüsusiyyət deyil. H-xlorla reaksiyaya daxil olur. H-xlorla bəli, hər ikisi reaksiyaya daxil ola bilir. Natriumla əvəz etmə reaksiyasına da hər ikisi daxil olur. 1, 3, 4, 19-da Y variantı. 20. Metanoldan metanola keçəndə bu sxem üçün nə doğrudur? Metanol CH3OH, metanal HCOH, aldehiddir. Karbon oksidaşma dərəcəsi artır. Burada karbon oksidaşma dərəcəsini tapaq. Karbonu X dedik. X, hidrogenlər müsbət 1-dir. Bu mənfi 2, bu da müsbət 1. 3 çıxılsın 2, üstə gəl 1. Bərabərdir 0, buradan X bərabərdir mənfi 2. Eyni qayda üzrə burada da tapaq. X üstə gəl 1, üstə gəl 1, çıxılsın 2, bərabərdir. Oksigen mənfi 2 daxil. Buradan elə X bərabər olacaq 0-a. Demək, görürük ki, mənfi 2-dən 0-a oksidaşma dərəcəsi karbonun artdı. Biri götürürük. Karbonun kütlə payı azalır. Birinci birləşmədə karbonun kütlə payı nəyə bərabərdir? 12 bölünsün 32 vurulsun 100. Digərində isə 12 bölünsün demək 30 vurulsun 100. Təbii ki, hər ikisində sürət 12-dir və hansını daha kiçik ədədə bölsək, o daha böyük rəqəm alınacaq. Burada görürük ki, 30-a böldük, burada 32-də. Yəni 30-a böldüyümüzdə ədəd daha böyük alınır. Yəni karbonun kütlə payı artmış olur. 2 yanlışdır. Sigma rabitələrin sayı 2 vahid azalır. Sigma rabitələrin sayı demək, etil spirtində neçədən olacaq? Sigma rabitələrin sayı belə açıq şəkildə yazıb baxsaq, oksigen H. 1, 2, 3, 4, 5 dənə sigma rabitə var. Aldehiddə isə 1, 2, 3 dənə sigma rabitə var. Sigma rabitənin sayı 5-dən 3-ə 2 vahid azaldı. 1, 3. Dördüncü, hidrogenləşmə prosesini əks etdirir. Xeyr, hidrogenləşmə yox, dehidrogenləşmə olmuş olur. Demək, cavabımız olacaq 1, 3. A variantı. Demək, natrium hidroksidin spirtdə məhlulu ilə monohalogenli törəmələrə təsir göstərəndə oradan alken alınır. Burada natrium
spirtdə məhlul deyirsə, demək, natrium gələcək xloru götürür və sonra orada karbonların arasına 2 qat rabitə gəlir. Hidrogen, CH3. Sonra bu alkenin üzərinə biz su gəlməliyik. Su gələndə də 2 qat rabitə yanında hidrogeni çox olanı, OH hidrogeni az olanı gedib birləşir. Bura OH, bura CH3, bu da CH3. İndi Y maddəsini tapdıq. Bunun üçün nə doğrudur? 1 molun yanmasına 89,6 litr karbon qazı alınır. Bizim spirtimizdə 4 dənə karbon var. Yəni formulu olur C4H9OH. Bunun yanma təniyini yazsaq, karbon qazını tapanda karbonların sayına əsasən 4 karbon varsa 4 mol karbon qazı alınır və 4 molda 4 vur 22,4, yəni 89,6 litr deməkdir. Bir doğrudur. Metil izopropil efirinin izomeridir. Bilir ki, doymuş bir atomlu spirtlər sadə efirlərlə izomerdir. Və bir-birindən izomer olması üçün də karbonlarının sayı bərabər olmalıdır. Burada 4 karbon var. Metil izopropil efirində isə bu formada yazırıq. İzopropil. Görürük ki, burada da 4 dənə karbon var. Yəni bunlar bir-birindən izomerdir. 1, 2. 2 metil butanol 2'dir. Xeyr. Biz görürük ki, bunu adlandırsaq 1, 2, 3. 2 metil propanol 2'dir. Molekulunda bir dənə dörtlü karbon var. Burada karbonlarımızın neçəli olduğuna baxsaq, demək, əgər karbon bir karbonla birləşibsə birlidir. Bir karbonla birləşib birlidir. Bir karbonla birləşib buradan birlidir. Bir karbonla birləşibdir birlidir. Bu isə 3 dənə karbonla birləşib üçlüdür. Yəni burada dörtlü yoxdur. Cavab olacaq 1, 2, A variantı. 22. 1 mol gliserinin 2 mol natriumla reaksiyasından alınan üzvü maddə molekulunda hidrogen atomlarının sayını tapın. Gliserinin formulu nədir? CH2OH, CHOH, CH2OH. İndi buna 2 mol natriumdan təsir göstəririksə, onda natrium, 2 dənə natriumumuz var axı. Biri gələcək bir hidrogenin yerinə keçəcək, biri də gələcək digərin yerinə keçəcək. Alınır CH2O natrium, CHO natrium, CH2OH. İndi bu alınan birləşməmizin neçə hidrogen atomumuz var? 2, 3, 5, 6 dənə hidrogen atomu olacaq. 22'də olur D variantı. 23. Doymuş bir atomlu spirt. Temperatur 140'dan böyük olduqda doymuş bir atomlu spirtlər alkenə çevrilir. CnH2n. İndi bizə nə deyir burada? İpucu verir ki, Z maddəsi 2,3 dimetil butandır. 2,3 dimetil butanı yazaq. Z maddəsi. Butan yazdıq. 2,3 dimetil. Hidrogenlərin sayını da tamamlayaq. H3. İndi geriyə gedək. İndi Z-dən görə Y nəymiş ki, bu 2,3 dimetil butan alınıb. Demək, Y-in üzərindən natrium gəlibdir. Və natrium xlorid çıxıb. Biz buradan görürük ki, bu Würz reaksiyası üzrə gedibdir. Yəni, bunu biz ortadan bölsək belə. Demək ki, bu qırılan yerdə halogen var imiş. Yəni, Y-in formulu belə olacaq. H3C, CH xlor, CH3 imiş ki, Würz reaksiyası üzrə natriumla təsir göstəriləndə xlor qırılıb və bunun eynisi birləşib. Görürsünüz, bunlar sanki bir-birinin əksidir. Demək, Y-i tapdıq. İndi X-i tapmalıyıq. X də hansı alken imiş ki, üstünə gəlmişik H xlor, bu maddə Y alınıbdır. İndi X-i tapmalıyıq. Alkenin üzərinə H xlor gələndə bilirik ki, hidrogeni çox olana gedir, halogen isə hidrogeni az olana gedir. Demək, bizdə X nə ola bilər? X bu formadaymış. Demək, halogen gəlib, əgər buna birləşibsə, halogen hidrogeni az olana gəlir, birləşir. CH. Burada da hidrogen də gəlib, hidrogeni çox olana birləşib də, bu dəyişməyib, qalıb. Bu CH2 imiş, CH3 imiş ki, gəlib hidrogeni çox olana, halogen də hidrogeni az olana birləşibdir. Bu da oldu X. İndi doymuş bir atomlu spirtimizi tapmalıyıq. Spirtin də molekulunda doymuş bir atomlu spirtlər temperatur 140'dan böyük olanda alkenlərə çevrilir. Onda alkenimiz də, daha doğrusu spirtimizin də formulu nə olacaq? 3 dənə karbon atomlu bir spirtimiz olacaq. C3H7OH.
Nisbet molekulunda siqma rabitələrin sayını istəyir. Açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksik. Ümumi atom olur 12, bir vahid əksik 11 dənə siqma rabitə olacaq. 23-də C variantı. 24. Gliserin üçün hansı ifadələr doğrudur? Gliserin CH2OH, CHOH, CH2OH. Natrium hidroksidlə reaksiyaya daxil olmur. Xeyr, daxil ola bilir. Yəni OH qrup sayı 2 və 2-dən çox olanlar natrium hidroksidlə reaksiyaya daxil ola bilir. Amma həmçinin ora fenol da aiddir. Bir hidroksil qrupu olsa da, bir OH qrupu olsa da, o da natrium hidroksidlə reaksiyaya daxil olur. Bir yanlışdır. Şərbətə bənzər suda yaxşı həll olan şirin dadlı maddədir. Doğrudur. 0,2 molunda 0,4 mol oksigen atomu var. Gliserinin 1 molunda neçə mol atomu var? 3 mol atomu var. Bəs 0,2 molunda nə qədər olacaq? 0,6. Ona görə 3 yanlışdır. 1 molunun natriumla tam reaksiyasından 33,6 litr hidrogen ayrılır. Bəli, bu doğrudur. Gliserin natriumla reaksiya daxil olan zaman buradan 1,5 mol hidrogen alınır ki, bu da 1,5 vurulsun 22,4, yəni 33,6 litr deməkdir. 4-də doğrudur. 2, 4, 24-də A variantı. 25. Aldehidlərin reduksiyasından, demək, formaldehidin reduksiyasından alınacaq metil spirti. Demək, spirtlərdə donmuş bir atomlu spirtlər temperatur 140-dan kiçik olanda sadə efirə çevrilir. Yəni CH3O, CH3. Y maddəsi üçün hansı ifadələr doğrudur? Sadə simmetrik efirdir. Görürük ki, bu sadə efir, yəni oksigenin hər iki tərəfində eyni radikal varsa, demək bu simmetrikdir. Bir doğrudur. Siniflər arası izomeri etil spirtidir. Demək, etil spirtidir, bəli. Çünki sadə efirlər doymuş bir atomlu spirtlərlə siniflər arası izomerdir və siniflər arası izomer olması üçün də tərkibindəki karbonların sayı bərabər olmalıdır. Etil spirtində də 2 karbon var, burada da 2 karbon var. 2 doğrudur. Molekulunda 4 siqma rabitə var. Demək, siqma rabitələrin sayını tapaq burada. Bunu açıq şəkildə yazsaq. H, burada H, burada hidrogen, hidrogen, hidrogen. Demək, bizə lazımdır siqma rabitə. Tək qatların hamısı siqmadır. 3, 4, 5, 6, 7, 8 dənə siqma olacaq. 25-də olur 1, 2, D variantı. Demək, bugün birinci sualdan 25-ci sualda daxil olmaqla baxdıq. Ümid edirəm, sualların hər biri sizə aydın oldu. Suallarınız yaranmış olarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.